Salam, hər vaxtınız xeyir olsun. Mən Məhərrəmova Ceyran, Fes Akademinin təlimçisi. Bugün sizlərlə DİM test topusundan seçmə sualların izahına baxacağıq. İzaha keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, bu cür izahlardan yararlanmaq istəyirsinizsə 077 598 3800 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İlk sualımız eyni köklərlə bağlıdır. Bildiyimiz kimi keçən il DİM proqramında eyni köklü mövzusu çıxarılmışdı. Bu il yenidən əlavə olunub, yəni böyük ehtimal imtahana düşəcək. Ona görə gəlin suala baxaq. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Eyni köklü sözlər tapmaq üçün 3 əsas məqama fikir vermək lazımdır. Birincisi, sözlər quruluşca düzəltmə olmalıdır. İkincisi, sözlərin kökləri eyni olmalıdır. Üçüncüsü də bu köklər eyni nitq hissəsi olub, eyni mənanı verməlidir. Gəlin əvvəlcə quruluşca sadə olan sözləri variantlardan çıxardaq. Məsələn, A bəndində əlvan sadədir, B bəndində gözlər, gözəl sadədir. Daha sonra E bəndində sarsıntı sadədir. Qaldıq iki variant arasında. Yaş sözündən yaşlı yaranır, yaşıl sözündən yaşıllıq yaranır. Bizim ikinci tələbimiz nə idi? Sözlərin kökləri eyni olsun. Birinin kökü yaş, digərinin kökü yaşıl olduğu üçün avtomatik C də səhvdir, düzgün variant olur. D variantı. Bəzəməkdən bəzək yaranır, bəzəməkdən bəzənmək, bəzənmiş yaranır, bəzəməkdən bəzətmək, bəzədilmək yaranır. Bu şəkildə kökləri bəzədir. Hər biri quruluşca düzəltmədir və kökləri feildir və eyni mənanı verir. Digər bir sual nömrəsi ilə davam edirik. Sual işarəsinin yerinə yazılı söz hansı cümlədədir? Mübtədadır, sifətdir, ismi xüsusiyyətini daşıyır və düzəltmədir. Körpələrə qayğı lazımdır. Baxın, körpələrə, körpə sifətdir, lər qrammatik, qrammatik. Sifətdir tələbini ödəsə belə, düzəltmə tələbini, mübtədadır tələbini ödəmir. Deməli, A bəndi nədir? Səhvdir. Yaralılar hospitalda müalicə olundular. Yarmaqdan yara yaranır, yaralı, yaralılar. Müalicə olundular. Kim yaradılar? Mübtədadır. Yaralı necə yaralı? Sifətdir. Tərkibində cəm şəkilçisi olduğu üçün ismin xüsusiyyətini daşıyır və tərkibində 2 ədəd leksik şəkilçi olduğu üçün quruluşca düzəltmədir. Elə doğru variant olacaq B variantı. Sarışın sifət olsa da cümlə daxilində həm mübtəda deyil, həm düzəltmə deyil, həm də ismin xüsusiyyətini daşımır. Gözəl görünər, çirkin bürünər. Burada ümumiyyətlə sifət yoxdur. Çünki görünər, bürünər feil olduğu üçün bunlar zərf sayılır. Yaşlıları, yaşlı sifətdir. Yaş sözündən yaşlılar, ö. Deməli, sifətdir, düzəltmədir və ismin xüsusiyyətini daşıyır. Ancaq mübtəda tələbini ödəmir. Kimi qarşıladıq? Yaşlıları. Bu quruluşca düzəltmə olsa belə cümlə üzvü kimi tamamlıqdır, mübtəda deyil. Ona görə cavab olur B bəndi. Digər bir sual nümunəsi sayla bağlıdır. Bildiyimiz kimi son dövrlərdə imtahanlarda doğru-yanlış cədvəlləri çox düşür. Bunlar necə işlənir? Doğrudan doğru seçilir, yanlışdan da yanlış seçilir. Bizə sualda deyir ki, verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Hərbi təlim zamanı Gülarə 50 mümkün xaldan 44-ünü toplayaraq birinci yerə namizəd oldu. Doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. Bunu qəti şəkildə unutmayın. Sayın həm mənaca, həm də quruluşca hər bir növünə aid nümunə var. Biz bilirik ki, sayın mənaca 2 növ var. Sıra sayıları və miqdar sayıları. Quruluşcada 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. 50, 44 miqdar sayılarıdır. Birinci sıra sayıdır. Deməli, mənaca hər iki növünə aid nümunə var. Quruluşca 50 sadədir, 44 mürəkkəbdir, birinci isə düzəltmədir. Bu doğrudur, doğrunun altında olduğu üçün dairələyirəm. Müəyyən miqdar sayılarından biri quruluşca düzəltmə, digəri mürəkkəbdir. Müəyyən miqdar sayıları 50 və 44-dür. 50 sadədir. 44 isə mürəkkəbdir. Burada düzəltmə yoxdur. Ümumiyyətlə, müəyyən miqdar sayıları quruluşca düzəltmə olmur. Bu yanlışdır. Doğrunun altında yanlış olanda götürülmür. Bu səhvdir. Yanlışdan yanlış seçilməlidir. Sıra sayı quruluşuna görə miqdar sayılarından fərqlənir. Bəli, miqdar sayıları sadə və mürəkkəbdir. Sıra sayı isə düzəltmədir. Bu doğrudur.
Amma yanlış olan hissədə verildiyi üçün götürmürəm. Saylardan heç biri qrammatik şəkilçi qəbul etməmişdi. 44-ünün tərkibində görürsünüz 2 ədəd qrammatik şəkilçi var. Bu yanlışdır. Yanlışın altında olduğu üçün götürürəm. Cavab olacaq 1 və 4. D variantı. Sayla bağlı başqa bir maraqlı sual nümunəsinin izahına baxaq. Klastra əsasən nöqtələrin yerinə yazıla biləcək fikirləri müəyyən edin. Deməli, bir nədir bilmirik, nöqtələr verib. Verilən bu say müəyyən miqdar saydır. Özündən sonra gələn isim cəm şəkilçisi qəbul etmir. Buranı da biz qoymalıyıq. Deməli, əgər müəyyən miqdar saydısa, birincini götürə bilmərəm. Yəni, A bəndində birinci sözünü götürə bilmərik. Niyə? Çünki bu sıra saydır. İkiliyi götürə bilmirik, çünki isimdir. Təki götürə bilmirik, bu da səhvdir. Qaldıq iki variant arasında. 5 və 80. Hər ikisi müəyyən miqdar saydır. Və biz bilirik ki, müəyyən miqdar saylarından sonra gələn isimlər tək də işlənir. İndi gəlin 2 olan hissəyə baxaq. Yazıb ki, bəzən cümlənin feili xəbəri olur. Saylar cümlənin ismi xəbəri olur. Feili xəbəri olmur. Ona görə D də səhvdir. E-də yazıb ki, numerativ sözlərlə işlənə bilir. Bəli, 80 nəfər adam deyə bilərəm, 80 dəstə gül deyə bilərəm və s. Bu doğrudur. Ona görə cavab olacaq E bəndi. Bu sualda isə deyir ki, bizə hansı cümlədə əşyanı ümumi şəkildə təyin edən əvəzlik vardır? Ümumiyyətlə bilirik ki, əvəzliyin 5 ədəd məna növü var. Şəxs əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi, qeyri-müəyyən əvəzliyi, bir də təyin əvəzliyi. Baxın, bu tərifdən tuta bilərsiniz. Ümumi şəkildə təyin edən. Bizim də bir əvəzliyimiz vardı, təyin əvəzliyi. Təyin edən sözü ilə təyin əvəzliyi kodlaşdıra bilərsiniz, şifrələyə bilərsiniz. Deməli, bizə nə istəyir? Təyin əvəzliyi istəyir. Təyin əvəzlilər hansılardır? Öz, hər, bütün, filan, eyni. A bəndində kimi var? Kimi qeyri-müəyyən əvəzliyidir. B-ni hələ ki saxlayaq. C bəndində o var, o şəxs əvəzliyidir. Hardan bildim şəxs əvəzliyidir? Çünki özündən sonra vergül qoyulub. Bu isə işarə əvəzliyidir. Daha sonra D bəndində hər şey var, qeyri-müəyyən əvəzliyidir. E bəndində heç kim var, bu da qeyri-müəyyən əvəzliyidir. B bəndində baxırsınız, bu işarə əvəzliyi olsa belə, əlavə olaraq bütün əvəzliyi var. Bütün də təyin əvəzliyi olduğu üçün doğru variant olur. B variantı. Hansı cümlədə o, bu əvəzliyindən sonra vergülün qoyulmasında səhv var? Gəlin əvvəlcə vergülün qoyulma qaydasını xatırlayaq. Deməli, o və budan sonra vergül qoymaq istəyiriksə, ilk olaraq o və bu cümlədə mübtəda vəzifəsində olmalıdır. Tutaq ki, cümlədə mübtəda vəzifəsindədir. Nə vaxt vergül qoymaq olar? O və budan sonra isim, sifət, say, zərf, əvəzlik, feili sifət, modal söz və nida gələrsə vergül qoya bilərik. Qoşma, bağlayıcı, ədad, feil, əvəzlik gələrsə vergül qoymaq olmaz. İndi biz səhvi axtarıq. O, 11-ci sinifi bu il qutaracaq. Kim qutaracaq? O, mübtəda vəzifəsindədir və özündən sonra 11-ci say gəldiyi üçün vergül doğrudur. Bu ailənin mehribanlığı başqalarına da nümunədir. Nümunədir nə? Ailənin mehribanlığı. Hansı ailə? Bu ailə. Burada artıq bu əvəzlik cümlə daxilində təyindir. Mübtəda deyil. Təyin olduğu üçün vergül qoyulmaz. Deməli, səhv variantı ilə B variantıymış. O, 3 bacının böyüyüdür. Böyüyüdür kim? O, mübtəda vəzifəsindədir. 3 də say olduğu üçün vergül qoyula bilər. O, həqiqətən bilikli şagirddir. Şagirddir kim? O, mübtəda vəzifəsindədir. Həqiqətən də modal söz olduğu üçün doğrudur. Bu, indicə çəkdiyim rəsmlərdən biridir. Biridir nə? Bu, mübtədadır. İndicə isə zərf olduğu üçün vergül doğrudur. Digər bir sual nümunəmiz feilin qrammatik məna növlərinə bağlıdır. Deməli, biz bilirik ki, feilin məlum, məhsul, şəxsiz, qayıdış, qarşılıq birgəlik və icbar kimi qrammatik məna növləri var. Məlum növ xaric, hər birinin də özə məxsus şəkilçisi var. Gəlin şəkilçiləri xatırlayaq. Məhsul növ, qayıdış növ, bir də şəxsiz növ. Hər üçünün şəkilçisi ıl, ın, bir də n idi. Qarşılıq birgəlik növ ış və yaxud da şı, icbar növ dır və yaxud da t, dır t bu şəkildə idi.
Məlum növündə bildiyimiz kimi özünə məxsus şəkilçisi yox idi. Bir dənə məruzələrini xatırlayaq. Məhsul növdə işi görən kimsə var, amma bizə məlum deyil. Məhsuldur, gizlidir. Qayıdış növdə iş öz üzərimizdə icra olunur. İcbar növdə işi biz yox, başqası görür. Yəni tutaq ki, öz işimizi başqasına gördürürük. Qarşılıq birgəlik növdə ya iş qarşı-qarşıya həll olunur, ya da birgə şəkildə həll olunur. İndi gəlin buna əsasən variantları düzəldək. Feilin qrammatik məna növlərinə görə işlənmə ardıcıllığını müəyyən edin. Dağın yeri yenicə sökülürdü. Məsələn, gül açılırdı deyəndə gülün açılması necə bizdən asılı deyilsə, eyni şəkildə dağın yerinin sökülməsi bizim əlimizdə olan bir şey deyil. Öz işini özü öz üzərində icra edir. Bu hansı növ olurdu? Qayıdış növ. Buraya yazıram 2. İdmançılar daha inamla güləşirlər. Burada şığını görüb o dəqiqə qarşılıq birgəlik düşünmürük. Sözün kökü güləşmək, güləşir, güləşirdilər. Yəni tərkibində əslində ış və yaxud da ş şəkilçisi yoxdur. Heç bir şəkilçi yox idisə nə götürülür? Məlum növ. Artıq köhnə binalar sökülür. Baxın, ıl şəkilçisi var. Ilı da biz məhculda, qayıdışda, bir də şəxsizdə bilirik. Bayaq nə dedik? İşi görən var, amma biz bu işi görəni bilmiriksə, bizə məlum deyilsə, məhculdursa nə götürülür? Məhcul növ götürülür. Yeni binanın özülünü dərin qazdırdılar. Biz qazmırıq, amma başqasına qazdırırıq. O zaman nə olur? İcbar növ. Ardıcıllıq 2-4, 1-3 şəklində olacaq. Eyler-Venn diaqramına əsasən verilmiş təsdiqlənən feillərlə bağlı doğru fikirləri müəyyən edin. Gəzməlidir, gəzəsidir. Gəlin əvvəlcə kök şəkilçi ayıraq. Gəz sözün kökü malı-məli qrammatik, dir də qrammatik. Gəz sözün kökü asa isə qrammatik, dir yenə də qrammatik. Bizə deyir ki, birinci cümlədə başlanğıc formadadır. Başlanğıc forma sonuncu leksik şəkilçi daxil olmaqla olan hissəyə deyilir. Həm gəzməlidir sözünün, həm də gəzəsidir sözünün başlanğıc forması gəzdir. Deməli, bir nədir? Səhvdir. Bunu çıxırıq. İnkar forması iki vasitə ilə yaradıla bilər. Bəli, malı-məli vacib şəklinin şəkilçisidir və inkarı həm mamə ilə, həm də deyil sözü ilə yarana bilər. Bu doğrudur, bunu götürə bilərəm. Ortaq fikir kimi verib ki, quruluşca düzəltmədir. Xeyr, hər ikisi quruluşca sadədir, bu səhvdir, götürmürük. Tərkibində 2 qrammatik şəkilçi var. Bəli, gördüyümüz kimi hər ikisinin tərkibində 2 qrammatik var, bu doğrudur, bunu götürürük. İnkarı yalnız deyil sözü ilə düzəlir. Bəli, lazım şəklinin inkarı bir üsulla yaranır. O da deyil vasitəsilə doğrudur. Gələcək zaman məzmunu bildirir. Həm vacib şəkli, həm də lazım şəkli. Hər ikisi gələcək zaman məzmunu bildirir. Ortaq fikir olduğu üçün burada yazılmalıdır. Yeri səhv olduğu üçün götürmürük. Doğru variant cavab olacaq 2, 4 və 5. Verilmiş cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Ortaq cəhətdir, ortaq cəhətləri deyil. Güclü insanların iradələri, zəiflərin ümidi vardır. Biləyin gücü birini yıxar, biliyin gücü minini. Mübtəda söz birləşməsi ilə ifadə olunmuşdur. Vardır, nə vardır? İnsanların iradələri, zəiflərin ümidləri. Üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunur. Biləyin gücü birini yıxar. Nə edər? Yıxar, nə yıxar? Biləyin gücü. Bu da üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunur. Deməli, ortaq cəhətli biri götürürəm. Xəbəri ismi xəbərdir. Vardır, predikativ sözdür və ismi xəbərdir. Yıxar, feildir və feili xəbərdir. Bu ortaq cəhət deyil. Bunu götürə bilmərəm. Qrammatik əsası təşkil edən üzvlərdən biri suala cavab vermir. Hər iki cümlənin mübtədası suala cavab verir. Amma ki, birinci cümlənin xəbəri, yəni vardır, suala cavab vermir. Predikativ sözlərə sual vermək mümkün deyil. Yəni, bu ortaq cəhət deyil. Səhvdir, götürə bilmərəm. Ortaq cəhətləri deyil. Xəbəri feili xəbərdir. Birinci cümlədə ismi xəbər, ikinci cümlədə feili xəbərdir. Bəli, ortaq deyil, götürə bilərəm. Xəbər söz birləşməsi ilə ifadə olunmamışdır. Hər iki cümlədə söz birləşməsi ilə ifadə olunmayıb. Yəni, bu ortaqdır. Ortaq olduğu üçün burada olmalıydı. Yeri səhv olduğu üçün götürmürəm. Deməli, cavabım olacaq nə? 1 və 4. A bəndi. Əlavələrin işlənmə ardıcıllığını müəyyən edin. Vüqargilin evləri şəhərin mərkəzində Həsən Əliyev küçəsində yerləşir. Harada yerləşir? Şəhərin mərkəzində. Harada yerləşir? Həsən Əliyev küçəsində. Deməli, burada nəyin əlavəsi var? Zəflin. Buraya yazırıq 4. Olimpiya kompleksi orada xəstəxana binasının arxasındadır.
Haradadır? Oradadır. Haradadır? Xəstəxana binasının arxasındadır. Burada sadəcə dır ixtisar olunub bu qədər. Demək, nəyin əlavəsi var? Xəbərim. Buraya yazıram 3. Bu hərəkətindən sonra ən yaxın dostları, uşaqlıq yoldaşları da ondan uzaqlaşmışdılar. Uzaqlaşmışdı kim? Dostları. Kim? Uşaqlıq yoldaşları. Mübtədanın əlavəsi var. Turistlər ölkəmizin gözəl paytaxtını, Bakını çox bəyəndilər. Haranı bəyəniblər? Bakını. Haranı bəyəniblər? Ölkəmizin paytaxtını. Burada da tamamlığın əlavəsi var. Ardıcıllıq 4, 3, 2, 1. Buraxılış imtahanında sizə açıq sual düşmür onsuz da. Amma bu tip sualların düşmə ehtimalı olduğu üçün mən daha çox açıq suallar üzərindən izah edirəm. İmtahanda böyük ehtimal bunlar sizə variantlı şəkildə veriləcək. Hansı tabeli mürəkkəb cümlə budaq baş sıxımına uyğundur? Həkim odur, xəstəyə öz sözləri ilə şəfa versin. Odur, budur görəndə baş birinci, budaq ikincidir və yaxud da kini də bərpa eləyə bilərsiniz. Həkim odur ki, xəstəyə öz sözləri ilə şəfa versin. Burada baş cümlə birincidir. Heç kimə sir deyil ki, piyadalarda yol hərəkət qaydalarını pozurlar. Kiyə görə baş birinci, budaq ikincidir. İdmançılarımız meydana daxil olmuşdular ki, himnimiz səsləndi. Baxın, burada ki olmasına baxmayaraq, budaq cümlə birincidir, baş cümlə ikinci. Bunu necə bilirik? Əgər cümlənin daxilinə və yaxud ön hissəsinə təzəcə, yenicə, indicə sözlərini əlavə eləyə biliriksə, bu zaman budaq cümlə birinci, baş cümlə ikincidir. İdmançılarımız meydana yenicə daxil olmuşdular ki, himnimiz səsləndi. Ona görə cavab olacaq C variantı. Uşaqlara dedilər, müəllim xəstə olduğu üçün bir müddət dərsə gəlməyəcək. Uşaqlara dedilər ki, kini bərpa eləyə bilirəm, üstəlik səbəb bağlayıcısı da var. Ona görə burada baş birincidir. Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər. Ki var, yenə də baş cümlə birincidir. Cavab olacaq C bəndi. Digər bir sual nümunəsi sintaktik təhlil ilə əlaqədardır. Demək olar ki, sintaktik təhlil hər il imtahana düşür, bu il də düşmə ehtimalı var. Deməli, 36-da bizə deyir ki, Piri kişi Qaraca qızın Ağca xanımla gizlin görüşüb, dostluq etməsinə razı deyildi. Razı deyildi. Kim? Piri kişi. Nəyə razı deyildi? Qaraca qızın Ağca xanımla gizlin görüşüb, dostluq etməsinə. Bu bütövlükdə təhlil olunur, məsdər tərkibidir. Yəni, uzun bir cümlə olmasına baxmayaraq, burada sadəcə 3 ədəd cümləsi var. Mübtəda, tamamlıq və xəbər. Doğru variant olur, C bəndi. Övladının qatilinə bağışlamayı bacaran Səlma, dünya ədəbiyyatı üçün də təkrarsız obrazdır. Obrazdır. Kim? Səlma. Hansı Səlma? Övladının qatilini bağışlamağı bacaran Səlma. Necə obrazdır? Təkrarsız. Nə üçün təkrarsız obrazdır və yaxud da kim üçün? Dünya ədəbiyyatı üçün. Deməli, təyin, mübtəda, tamamlıq, təyin və xəbər. Doğru variant olacaq E variantı. Düşmənin qəfil hücumunu gözləməyən Əhməd onu tüfəngin qundağı ilə vurub kənara tulladı. Nə etdi? Tulladı. Kim? Əhməd. Hansı Əhməd? Düşmənin qəfil hücumunu gözləməyən Əhməd. Kimi tulladı? Onu. Onu haraya tullayıb? Kənara. Yaxşı, onu kənara necə tullayıb? Nə tərzdə tullayıb? Tüfəngin qundağı ilə vurub tullayıb. Deməli, təyin, mübtəda, tamamlıq, 2 ədəd zərflik və xəbər. Doğru variant olur, elə D variantı. Sizinlə hər bir mövzunun demək olar ki, sual nümunələrinə baxdıq. Ümid edirəm ki, birinci gün verəcəyiniz imtahanda hər biriniz istədiyiniz nəticəni əldə edərsiniz. Hər birinizə uğurlar.